Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə biosfer mövzusunun izahını paylaşacağım. Biosfer, həyat sfera kürə deməkdir. Tarixi inkişaf prosesində yer üzərində yaşayan canlılar yayıldıqları ərazi ilə bir yerdə biosferi meydana gətirmişdir. Yəni canlılar və onların yayıldıqları ərazi bir yerdə təşkil edir biosferi. Biosfer canlı varlıqların həyat fəaliyyəti nəticəsində yaranmışdır və canlılarla cansızların qarşılıqlı əlaqəsidir. Yəni, həm canlıların, həm cansızların kompleksi deməkdir bu. Biosfer təlimini isə Vernadsky vermişdir, bunu da unutmuruq. Yaxşı, biosfer belə deyək, haradır? Biosfer yer səthini əhatə edir. Atmosferin aşağı qatı, yəni troposfer, litosferin üst hissəsi və bütöv hidrosferi əhatə edir. Baxın, bütövlükdə hidrosfer, atmosferin aşağı hissəsi və litosferin üst hissəsi. Yəni, belə gözünüzlə ətrafa baxın. Nəyi görürük? Yuxarı göyhə, atmosferin aşağı hissəsi kimi düşürək onu, qazlar qarşılı olan hissə. Litosferin üst hissəsi, bax bu dayandığımız torpaq, bir də hidrosferi, su qatını da düşünməliyik. Bax bunu bu üç növ kimi yadınızda saxlaya bilərsiniz. İndi isə danışaq deməli atmosfer haqqında. Atmosfer yer səthindən yuxarı 100 kilometrlərlə ərazini tutur, 100 kilometrlərlə sahəni tutur, amma tam olaraq yuxarı sərhəddini müəyyənləşdirə bilməyiblər. Yəni bu atmosferin yuxarı sərhədi haradır? Qalınlığı isə 3000 kilometrə bərabərdir. Gümandır bu da, tam dəqiq rəqəm deyil. Atmos buxar, sfera kürə deməkdir. Nədən ibarətdir? Baxın, bir dənə aşağısına baxaq qatlarına. Ən aşağı qat troposferdir. Burada müxtəlif qazlar var, su buxarı var. Troposferin də üstündə stratosfer dayanır. Baxın, ən aşağı qatı troposfer, üstündə stratosfer. Troposferdə müxtəlif qazlar var, su buxarı var. Stratosferdə isə azon təbəqəsi yerləşir. Azon təbəqəsi nə idi? Bizi, canlıları günəşdən, günəşin ultraviyolət şüalarından qoruyan qatdır. Yəni çox əhəmiyyətlidir. Belə baxaq indi sözlərin mənasına. Tropi dəyişiklik, stratum qat deməkdir. Sfera isə kürə deməkdir. Bir də təkrar eləyək, atmosferin aşağı qatı, yəni biz də kitabda verilən hissəsini vurğulayırıq ki, troposfer su buxarından, qazlardan ibarətdir. Üstündə isə stratosfer, burada isə azon qatı yerləşir. Təbii litosferə, litosfer iki təbəqədən ibarətdir. Yerin qabığından və mantiyadan. Yer qabığının isə bünövrəsi, baxın, bura bazalt qatıdır. Üzərində isə qranit var. Qranit və çökmə suxurları. Sonra hidrosferdən danışsaq, hidrosfer bilirik ki, hidro su deməkdir, sfera kürə, planetin su qatı deməkdir. Burada belə deyək, hidrosferə mən bütün su hövzələrini aid edirəm və adlandırıram bunu bütövlükdə dünya okeanı və təqribən yer kürəsinin 70,8%-ni əhatə edir. Ümumiyyətlə dedik ki, biosfer planetin canlılar yaşadığı hissəsidir. Müəyyən bir sərhəddi var və hansı hissədə canlılar çox olur, biz burada diqqət eləməliyik. Sərhəd olaraq desək, yuxarıda dedik atmosfer, aşağıda litosfer kimi təsəvvür eləsək, atmosferin 35 kilometr hündürlüyünə qədər, litosferin isə 12 kilometr dərinliyinə qədər mən canlı ilə rastlaşa bilərəm. Bura yəni yuxarı aşağı sərhədlər hesab olunur. Məsələn, ən yuxarıda görə bilərəm bakteriya, yəni göbələk sporu, ən dərində anaerob bakteriyalar yaşayır, hansı ki, burada neft yataqları var, neft yataqlarının suxurlarında mən anaerob, yəni oksigensiz mühitdə yaşayan bakteriyalar görə bilirəm. Təkrar edək, biosferin sərhədləri oldu atmosferin 35 kilometr hündürlüyü, litosferin isə 12 kilometr dərinliyi. Deməli, indi baxaq görək canlıların ən böyük sıxlığı hardadır? Yəni, biosferdə canlılar yaşayan təbəqədə deyə bilmərik ki, hər yerdə eyni qədər yayılıblar. Ən böyük sıxlıq litosferlə hidrosferin səthindədir, bir də atmosferdə.
yəni təmas sərhədlərində daha çoxdur, atmosferin sərhədlərində. Daha çox deyirik ki, litosferdə, hidrosferdə. Litosferi torpaq kimi təsəvvür edin. Yəni bizim yeridiyimiz qat, bir də hidrosfer su, bir də atmosferin sərhədlərində. Bunu da məsələn mən belə yadımda saxlayaram ki, litosfer torpaqda, hidrosfer suda, atmosfer isə havada yaşayan canlılar şəklində. Deməli, planetin biokütləsi nədir? Biokütlə. Canlı orqanizm üstəgəl onda toplanan enerji bərabərdir biokütləyə. Biokütlə bu deməkdir. Məsələn, mən hər hansısa bir bitkinin biokütləsindən söhbət edirəmsə, bitkinin özü və onda toplanan enerji bitkinin biokütləsi adlanır. İndi planetin də biokütləsi buradakı bütün canlıların və onların tərkibindəki enerji deməkdir. Və biokütlə nədən asılıdır ümumiyyətlə? Həmin o canlının həyat fəaliyyətindən. Məsələn, bitkilərdə biokütlə olur, heyvanlarda, yəni qalan bütün orqanizmlərdə biz biokütlə görürük. Amma bitkilərdə olan biokütləni adlandırırıq ilkin məhsul, qalan orqanizmlərdə isə ikincili məhsul adlandırırıq. Ümumiyyətlə, yadınızda saxlayın, bitkinin biokütləsi daha çoxdur. Heyvan biokütləsindən daha çoxdur. Biokütləsi ikincili məhsul adlanır. Və mən dedim ki, biokütləsinə görə bitkilər çoxdur. Amma növ sayına görə heyvanlar çoxdur. Əgər mən quru biokütləsindən danışıramsa və canlıların ən böyük sıxlığı da yadınızda saxlayırsınız, rütubətli tropik meşələrdədir. Deməli, sonra hansı hissəyə toxunaq? Gəlin baxaq yer biokütləsinə. Yerin biokütləsinin 97%-ni yaşıl bitkilər tutur. Dedik axı biokütləsinə görə bitkilər daha çoxdur. 97%-ni yaşıl bitkilər tutur. 3%-ni isə heyvanlar və mikroorqanizmlər. Baxın, testə diqqət edirsiniz. Soruşursa ki, yer biokütləsinin belə rəqəmlər götürürük. 97%, 3%. Amma biosfer biokütləsi desə, mən nəzərə alacağım biokütlənin biosfer kütləsinin ancaq 0,1%-ni təşkil etməsini. Deməli, mən bura artıq 0,1%-i də nəzərə alacağım üçün deyəcəm ki, biosferin 0,1097%-ni yaşıl bitkilər təşkil edir, 0,1003%-ni isə yerdə qalan orqanizmlər, yəni heyvanlar, mikroorqanizmlər təşkil edir. Sonra okeanın biokütləsindən danışaq. Okeanın biokütləsi dedikdə, okeanlar, dünya okeanı yer kürəsinin, planet səthinin 3/2 hissəsindən çoxunu tutur. Burada ümumiyyətlə biz bilirik ki, həyat üçün çox əlverişli şərait var. Okeanda da canlılar yaşayırlar və fotosintez baş verir burada. Okeanda da bilirik ki, bitkilər var, suda yaşayan bitkilər fotosintez edirlər və ümumiyyətlə planetdə ki, nə qədər fotosintez prosesi baş verir, onun 1/3 hissəsi okeanda baş verəcək. Və burada yaşayan canlılar istifadə edirlər günəş enerjisindən 0,4%-dən, hansı ki, quruda bu 0,1%-ə bərabərdir. Baxın, okeanda 0,4%-dən, quruda 0,1%-dən istifadə edilir. Burada yaşayan canlıları ekologiya mövzusunda böldük. Məsələn, planktonlar hansılardır, nektonlar hansılardır? Qısa məlumat vermişəm orada. Belə. Sonra torpağın biokütləsindən də danışaq. Torpağın biokütləsi. Hansı hissədə torpağın biokütləsi çoxdur? Ekvatorda. Torpağın qalınlığı da çoxdur, biokütləsi də çoxdur. Bunu nəzərə alacaqsınız. Ümumiyyətlə, yerin üst qatıdır. Mümbitdir, çoxlu bitkilər var. Burada canlılar yaşayır, biogeosenoz sayılır. Buna görə də torpaq və burada ümumiyyətlə biokimyəvi proseslər gedir. Burada biz deyəcəyik ki, həmçinin bura qazların daxil olması, xaric olması məsələsindən danışacağıq. Deyəcəksiniz ki, testdə də var bu. Gecə bura soyuyub sıxlaşmış qazlar daxil olurlar. Gündüz isə, məsələn, karbon qazıdır, NH3-dür, H2S-dir, bu kimi qazlar torpaqdan xaric olur. Təkrar edirəm, torpağın qalınlığı və böyük kütləsi harada çoxdur? Ekvatorda. Ümumiyyətlə, bunu da nəzərə alırsınız. Bayaq sərhədlərdən danışdıq, böyük kütlədən danışdıq. Mən quru hissəsindəyəm, yerin quru hissəsində. Qütbdən başladım. Baxın, yer kürəsinin qütb hissəsindən gəlirəm ekvatora doğru. Mən ekvatora doğru gəldikcə
Növ müxtəlifliyi daha artacaq. Məsələn, qütblərdə, soyuq ərazilərdə daha az canlı yaşayır. Nəinki deməli o ekvator hissəsində. Deməli, ekvatora doğru gəldikcə növ müxtəlifliyi artacaq, böyük kütlə artacaq və məsələn, dağ olaraq fikirləşsəm, şaquli zonallıqda da çıxıram dağın zirvəsinə doğru. Burada demək biokütlə azalacaq. Belə bir də təkrar edirik. Bitkilərin, qurudakı bitkilərin biokütləsi heyvanların biokütləsindən daha çoxdur. Ən çox canlı, ən çox növ müxtəlifliyi də rütubətli tropik meşələrdə olur. Amma növ sayına görə hansı çoxdur desə heyvan götürəcəyik. Biokütləsinə görə hansı çoxdur bitki götürəcəyik. Bu da belə. Təkrar eləyək, nə idi biogeosinuz? Canlı, onun yaşadığı mühit bir yerdə biogeosinuzu təşkil edirdi. Yəni biogeosinuz biosferin elementar vahididir. Burada davamlı olaraq canlı orqanizmlər maddələr dövranı edirlər. Burada maddələr dövranı üçün nə lazımdır? Enerji. Hansı enerjidən istifadə edirik? Biz günəş enerjisindən. Və günəş enerjisinin 58% deyəcəksiniz atmosfer və torpaq tərəfindən udulur. 42% isə əks olunur. Baxın, bu rəqəmlərdən tez-tez istifadə olunur. Günəş enerjisinin isə 1%-dən yaşıl bitkilər istifadə edirlər. Məsələn, demişəm mən, məsələlərdə görürsünüz ki, tutaq ki, deyir ki, bitkinin üzərinə filan qədər enerji düşüb. Siz həmin o enerjinin hamısını istifadə etməyəcəksiniz. Məsələn, qida zənciri ilə bağlı məsələ eləyirsiniz. Həmin o enerjinin 1%-ni tapacaqsınız. Çünki bitki onun cəmi 1%-dən istifadə edir. Sonra hansı hissəyə? Canlı maddənin funksiyalarından danışacağıq. Bunu ilk dəfə Vernadsky tərəfindən verilib bu ki, biosferdə maddələrin dövranında canlı maddənin bu kimi funksiyaları var. Biz bunu adlandırırıq qaz yaratmaq funksiyası, oksidləşmə reduksiya, biokimyəvi qatılaşdırma və energetik funksiya. Burada yazmamışam. Qaz yaratmaq funksiyası nədir? Məsələn, atmosferdə qazlar var da. Bu qazlar həyat proseslərinin nəticəsində ayrılır. Məsələn, fotosintezdə oksigen ayrılır, tənəffüs zamanı deməli karbon qazı ayrılır. Nəsə bir enerjilər, reaksiyalar nəticəsində qazlar ayrılır. Bunların hamısı canlı orqanizmlərin qaz yaratmaq funksiyasıdır. Sonra gəldik qatılaşdırma funksiyasına. Bunun mənası nədir? Qatılaşdırma funksiyası dedikdə canlı maddənin özündə kimyəvi elementlər toplaması nəzərdə tutulur. Yəni canlı maddələrdə bilirik ki, kimyəvi elementlər var. Məsələn, canlılarda ən çox oksigendir, karbondur, hidrogendir. Baxın, bunun özündə toplanması bunun qatılaşdırma funksiyası deməkdir. Oksidləşmə reduksiya funksiyası bilirik maddələrin mübadiləsinin bütün formalarında, məsələn, kimyəvi çevrilmələrdə bu funksiya özünü göstərir ki, məsələn, oksidləşmə reduksiya, məsələn, biz reaksiyalar yazırıq. Burada görürük ki, bu canlının demək oksidləşmə reduksiya funksiyası da var. Sonra biokimyəvi funksiyası da var. Hansılar ki, məsələn, çoxalma olsun, tənəffüs olsun, qidalanma, sonra məsələn ölmüş orqanizmlərin parçalanması, çürüməsi, məsələn üzvü maddələr parçalanır burada minerallara qədər. Bu bunun biokimyəvi funksiyasıdır. Bir də energetik funksiya da var bilirik. Energetik funksiya günəş enerjisi ilə bağlı. Canlı maddə günəş enerjisini mənimsəyir və ötürür davamlı olaraq bir qida zənciri boyunca. Məsələn, bir canlıdan digərinə doğru ötürülür. Bunun da əsasında fotosintez prosesi dayanır. Çünki bu birinci enerji fotosintez prosesi nəticəsində yaranır. Bitki günəş enerjisindən istifadə edir. Fotosintez nəticəsində o ilk enerjini yaradır. Deməli, biz danışdıq bu funksiyalardan. Bax, bu funksiyaların hamısı nə zaman meydana çıxır? Atomların biogen miqrasiyası zamanı. Yəni, bu nə vaxt? Maddələrin mübadiləsi zamanı, çoxalma zamanı, inkişaf zamanı baş verir atomların biogen miqrasiyası. Bu biogen miqrasiyasını hansı canlılar həyata keçirirlər? Ayırırıq 3 növə. Birinci növ, ikinci növ, üçüncü növ. Birinci növə aiddir mikroorqanizmlər, ikinci növə çox hüceyrəli orqanizmlər, üçüncü növə isə insanlar aiddir. Deməli, bunu da belə əzbərləyirsiniz. Baxın, testdə baxır, düşür. Birinci növ
növə neçə aləmdir aiddir deyəcəksiniz, 4 aləmin 4-ü də. Bəs ikinci növə 3 aləm. Çünki deyirik çox hüceyrəli orqanizmlər, bakteriyaları götürməyəcəksiniz. Çünki bakteriyalar ayrı bir aləmdir. Deyəcəksiniz 3 aləm iştirak edir. Sonra soruşur ki, məsələn, insan atomların biogen miqrasiyasının hansı növünə aiddir? Deyəcəksiniz, ikinci, üçüncü növlərinə aiddir. Sonra, biosfer uşaqlar belə ümumiləşdirək ki, çox mürəkkəb bir sistemdir. Burada maddələr dövranı qapalı baş verir. Amma enerji dövranı açıqdır. Nəyə görə deyirik açıq? Bura davamlı olaraq günəş enerjisi daxil olur. Aydındırmı? Buna görə də biz enerji dövranını açıq deyəcəyik, maddələr dövranını isə qapalı dövran deyəcəyik. Bu qədər məncə oxumadığımız bir hissə qalmadı. Baxaq görək bütün slaydlardan danışdıqmı? Bəli. Biraz rəqəmləri çox olan mövzudur. Baxın, diqqət yetirin. Başa düşür, məsələn, hidrosferin faizi, bununla bağlı məsələlər var. Günəş enerjisinin neçə faizindən istifadə olunur, neçə faizi əks olunur. Bununla da bağlı testlər çoxdur. Günəş enerjisinin neçə faizindən istifadə edir, var. Testdə soruşur, tez-tez uşaqlar da çalışır. Yerin biokütləsinin neçə faizini bitkilər tutur, biosferin neçə faizini. Bunlar fərqli-fərqlidir. Sonra fotosintezin deyəcəyi 1/3 hissəsi burada baş verir. Günəş enerjisinin 0,4 faizindən istifadə edir buradakı bitkilər. Sonra belə, torpaqla da bağlı, bax, bu sual məsələn var, testdə qazların gecə və yaxud gündüz daxil olması, xaric olması. Bir də baxın bu slayd. Təkrar edirəm, birinci növ 4 aləmə aiddir, ikinci növ 3 aləmə aiddir. İnsan neçənci növlərə aiddir soruşsa, deyəcəksiniz ikinci və üçüncü növlərə. Çünki həm çox hüceyrəli orqanizmlərə aiddir, həm üçüncü növdə sadəcə insanlar aiddir deyə hər ikisini götürəcəksiniz. Bu qədər. Ümid edirəm ki, izah faydalı olar. Biraz sevilməyən mövzudur, amma maksimum dərəcədə sadə izah eləməyə çalışdım. Sağ olun, salamat qalın.